Yeni vlogdan hər kəsə salamlar. Alman dilinə gedirəm. Bugün həftənin 3-cü günüdür. Ondan sonra da iş yoldaşım gəlibdir, Berlindədir. Onunla görüşəcəm. Maraqlı bir dənə kafeyə gedəcək. Alınsa oradan çəkəcəm. İndi tələsirəm. Dərsə gecikəm artıq. Ona görə qaça-qaça dərsə gedəcəm. Dərsdən sonra görüşərik. Hələlik. Bu arada gəlin sizə lokumu göstərim. Gecikirəm, amma gəlin göstərim. Belə giyinmişəm. Belə bir boz ətəyim var. Bugün temperatur 8 dərəcədir və uzun müddətdən sonra günəş çıxıbdır. Ona görə də dəyərləndirdim və ətək giyindim. Hər ehtimal balaqlavamı taxmışam, amma hava əslində istidir. Bunun sadəcə şərf funksiyası daşısın deyə taxmışam. Belə, gəlin sizə çölədə göstərəcəm. Bugün hava çox günəşlidir. Yəni 3 həftədir, bəlkə də günəş görmürük. 3 həftə sonra çıxan ilk günəş ola bilər. Ona görə bugün eynəyi də taxmışam və SPF vurmuşam. Bu arada eynəyimi təzə almışam. Çox bəyənərək almışam. Belə, indi mən qaçıram dərsə. Dərsdən sonra görüşərik, hələlik. 3 hours later. Dostlar, biz görüşdük. Türkiyəyə gəlib Bakıdan. İş yoldaşım. İndi gedirik kafeyə. Burada bir dənə belə maraqlı kafe var. Kilsənin içindədir. Bura çoxdan da gəlmək istəyirdim. Türkiyəyə ekspertiymiş. Bir də görək, yer tapırıq. The next day. Salam qızlar. Hazırlaşmışam, çıxacağım birazdan gəzməyə. Bugün hava çox gözəldir. Ümumiyyətlə dünən də qəşəng idi. Dünən iş yoldaşımla görüşmüşdüm. Bakıdan gəlmişdi. Gəzdik. Hava çox gözəl idi. Uzun müddətdir ki, çoxdan da yəni Berlində belə isti hava yox idi. Bugün də çox gözəldir. Ona görə dəyərləndirmək istəyirəm. Çox gəzəcəm. Çıxmamışdan qabaq dünən bağlamalarım gəlib. İstəyirəm onları açaq. Oradan açılır. Hatırlayırsınızsa, səhvən parfüm sifariş eləmişdim. Daha doğrusu parfümün kişi versiyası. Kişilər üçün olan. Və mən onun axır ki qadınlar üçün olan versiyasını aldım. Valentino Donna Rome, Born in Rome, Yellow Dreams. Və belə bir neçə ədəd tester qoyublar. Gəlin baxaq. Biri Prada Paradox. Budur. Digəri Valentino Born in Rome Intense. Bu da 24 evroluq nəsə kartdır. Bu nədir? Bu da nəsə 20 evroluq. Hamısı endirim kartıymış. Maraqlıdır. Gəlin parfümü açaq. Bunun qabını çox bəyənirəm. Qabı çox gözəldir. Baxın belə. Qəribə xrustal fason. Axır ki aldım. Çox gözəl iyi var. Notlarını dəqiq bilmirəm. Bilmirəm, üstünə yazılıb. İnanılmaz gözəl ətri var. Tam yaz ətridir. Mənim bir parfümüm var idi. Shiseido Jenza. Onu mənə xatırlatdı. Onu da çox sevirdim. 2023-ün yazında onu istifadə eləmişəm. Yəni o həqiqətən çox oxşuyur. Shiseido Jenza. Hətta mən bunu alanda ikisinin arasında qalmışdım. İkinci də sifariş eləyəndə. Keçdim görürsən yenə Shiseido Jenza. Bu qoxu yadımdan çıxmışdı. Necə oxşuyur. Ay çox gözəl ətri var. Çox. Bu ilki yaz parfümüm budur. Bunu istifadə eləyəcəm. Ay axır ki. Bir də dünənlərim yox, bu həftə almışam, 1-2 gün öncə Olaplex-in bu 3 nömrəli saç üçün olan, nə deyirlər buna, maskadır da məncə.
maskasını aldım. Çünki saçlarım çox qurumuşdu, ucları falan inanılmaz qurumuşdu. Çünki bir neçə dəfə saçımı açıq rəngdə rənglədim deyə inanılmaz qurumuşdu. Ona görə bunu aldım və ilk dəfə yoxladım. Çox bəyəndim qızlar. Açığı çox şirin dediyini düşünürdüm bunun. Amma yəni saçı bir növ belə deyim də, bərpa eləyir, repair bərpa eləmək üçün nəzərdə tutulubdur və çox videoya baxdım. Sən demə bu məhsulu çimməmişdən qabaq saça vurub çoxu istifadə edir maska kimi, amma elə eləmək olmaz. Əgər saçınızda hər hansı məhsul varsa, onun üzərinə tətbiq eləmək olmaz. İlk öncə saçınızı yumalısınız, suyunu çəkməlisiniz, ondan sonra vurub ən az 10 dəqiqə, 15 dəqiqə saxlamalısınız. Daha çox saxlamağınız təbii ki, daha yaxşıdır. Burada burada kamera arxasındaydım. Mən də elə elədim. Saçımı yudum. Saçımı yuyandan sonra tətbiq elədim. Çünki mənim saçımda krem falan var, vururam deyə. Amma gəlib başqa cür eləyəcəm. Daha çox saxlamaq üçün. Birinci duşa girməmiş saçımı sadəcə yuyacam. Quruluyub bunu vuracam. Daha sonra bir dəfəlik duşa girəcəm. Məncə elə effekti daha yaxşı olar. Çox bəyəndim. Yəni əgər saçlarınız qurudursa və yaxud da açıcıdan falan biraz belə yıpranıbsa, mütləq istifadə edə bilərsiniz. Çox qəşəngdir. Moçi orada qapını açmağa çalışır deyəsən. Moçi, çıxmaq istəyirsən? Çıx. Çıxdın? Sağ ol. Neysə, parfümün iyi məni pirtəhər elədi. Və bir ədəd zaradan bağlamam var. Belə bir ətək almışam. Çox transparentdir qızlar. Yəni buradan baxıram, ora görsənir. Rəngini çox bəyəndim. Amma ki, astarı heç də belə güvənilir bir astar deyil. Altından gərək bu şorti kimi olan alt paltarlarla geyinmək lazımdır. Çox bəyəndim rəngini və öz qiymətinə baxın bir dənə. 60 evro olub. Mən bunu 10 evroya almışam. Keçən dəfə Pull & Bear'dən aldığım batinkalarla falan və Stradivarius'tan bir dənə Bordeaux belə nazik jaket almışdım. Onunla geyinməyə çox gözəl olar deyə düşündüm. Aldım belə. Bir də TK Maxx'dan əlavə 1-2 dənə də məhsul almışam. Onları da istəyirsə gəlin göstərim. Sonra çıxacağam. Məsələn, yenə TK Maxx'a gedəcəm. Bu arada bugün Bakı biletlərini aldıq. 19 martın Bakıya gedirik. Bir hədiyyə almalıyam. Ona görə TK Maxx'a gedib baxacağam. Gəlin onları da sizə daha öncə aldıqlarımı göstərim. Belə bir maska almışam Meremey'dən. Bu peptid kollagen maskadır. Bunu daha öncə serumunu istifadə eləmişəm. Çox bəyəndiyim üçün maskasını aldım. Bunu daha öncə görürdüm əslində. Sadəcə məndə Yaponiyadan aldığım maskalar çox idi deyə almırdım. Açmışam, bir dəfə istifadə eləmişəm və belə pipetkası var özünün. Görürsünüz. Çox gözəldir. Bir neçə növü var idi və qiyməti 7 evroya düşmüşdü. Əslində baha deyildi, 9 evroydu öz qiyməti də və aldım. Bir də dünənlərin belə bir ped aldım üz silmək üçün. Bu Tea Tree Peeling Pad. Mən onsuz da üzümü silmək üçün istifadə edirəm. Bunlardan çoxdan sınamaq istəyirdim. Axır ki aldım. Görürsünüz, belə qabdadır. Dünən artıq açmışam və bir dəfə istifadə eləmişəm. Çox bəyəndim. Bunun da içində belə pinseti var götürmək üçün. Görürsünüz. Və bilmirəm, düzü bilmirəm bunun təsiri yoxsa yox. Səhər məsələn qara nöqtələrim daha az olduğunu fərqinə vardım. Əmin deyiləm, istifadə edib yoxlayacağam. Bunu da çox bəyənirəm. Düz hələ bir dəfə istifadə eləmişəm. Mənim belə bir serumum var, niacinamid. Bunu YesStyle'dan almışdım. Artıq baxın istifadə eləmişəm nə qədər. Üzümə çox düşdü, çox bəyəndim və TK Maxx'da eyni serumun C vitaminini gördüm. Mənimki artıq bitirdi. Bunu almışam, hələ açmamışam. Sadəcə brendi çox bəyəndim və Yukada da yoxladım. Tərkibi çox yaxşı göstərdi. Bunu da 8 evroya almışam. Belə dünənləri məsələn TK Maxx'da Shiseido'nun SPF-ini gördüm. 30 evroyaydı. Fikirləşdim ki, gərək alardım çünki hər dəfə olmur əslində. Çox yaxşı qiymətdə olur. Bəzən TK Maxx'da normaldan çox yaxşı qiymətə məhsullar tapmaq mümkündür. Belə. Bunları da sizə göstərmək istədim. Hər hansı bir sualınız varsa rəylərdə qeyd edə bilərsiniz. İndi isə hazırlaşıb çıxacağam. Hələlik. The next day. Salam hər kəsə. Bilmirəm bu yeni vloq olacaq yoxsa hansısa vloqun davamı. İstədim bu həftədə nələrsə çəkim. Düzü xəstələnmişəm. Yəqin ki səsimdən hiss edirsiniz. 5-ci gündən xəstəyəm. Sariya xəstə idi. Ondan mənə də keçdi. Uzun müddətli xəstələnmirdim. Axırıncı dəfə deyəsən toyumdan sonra xəstələndiyimdir. Ondan sonra xəstələnməmişəm. Maşallah. Nəysə, əslində çox da belə ağır keçmədi. Sadəcə qrip fason, yüngül keçdi.
Dedim kamera açım. Sizə də biraz update verim. Bugün birinci gündür. Xəstə olduğum üçün kursa onlayn qoşulacağam. Getmirəm, çünki orada başqa insanlar da var. Həm onlara keçməsin deyə, həm də ki bugün hava soyuqdur, qar deyilib. Və baxıram ki, nəsə yağır, sulu qar fason nəsə yağır. -4 dərəcə düşündüm ki, evdən çölə çıxmayım sağalmaq üçün. Nəysə belə, biz də xəstə-xəstə evdə oturarkən evimiz üçün bəzi dekorlar almaq qərarına gəldik. Dibçəklər almışıq. Baxın. Belə bir palma ağacımız var. Ətrafına mandarin, limon qabıqları qoymuşuq. Çünki moçi gəlib yeyir. Hələ ki saxsa ala bilməmişik. Çünki kimsə xəstə idi, evdən çölə çıxmamışıq. Amma ilk iş sabah gedib onu saxsa alacağam. Evimizin altında gül mağazası var. Gül dediyim bitki. Oradan onu saxsa almağı düşünürəm və bu günlərin başqa 5 dənə də dibçək almışıq. Onlar gələcək. Başqa Salih belə dibçəklər alıbdı. Onlar nisbətən bundan balacadılar. Və ən əsas problem bizim üçün o idi ki, bizim təbii ki bilirsiniz yəqin ki pişiyimiz var. Bitkilərin çoxu toksik olur heyvanlar üçün. Ona görə biz alanda ona əsas fikir verirdik ki, toksik olmasın. Salih də onu necəsə araşdırdı, tapdı. Pet friendly, Amazonun özündə pet friendly bitkilər var və oradan aldıq. İndi onu gözləyirik və bir də xalça almışıq, həm zala, həm də yataq otağına. Çünki bura çoxdan da istəyirdik. Səsim. Bura çoxdan da istəyirdi və vintage bir şey istəyirdik. Belə rəngli falan bizim o köhnə xalçalar kimi elə bir şey tapdıq. İndi onları gəlsin, gələndə göstərərəm. Bir də bizdə belə bir orkideya var. Bunu Salih almışdı mənə. Christmas vaxtı təsəvvür edirsiniz. Çox gözəl çiçəklər açdı, uzun müddət qaldı. İşıq da burada çox da yaxşı deyil. Və bu qəribə şəkildə belə saraldı, soldu. Mən də istəmirdim əslində ölsün və ChatGPT-yə yazdım. Dedi ki, mütləq saxsını yoxlayın. O su saxsıya dibinə dolur. Həqiqətən baxdım ki, su dolub dibinə. Onu çıxartdım, gündə saxladım. Daha doğrusu köklərinə günəş dəysin. Gün var çünki çox Berlində. Nəysə, ümumi qoydum ki, belə özünə gəlsin biraz və buna da baxmağı düşünürəm. Düşünürəm ki, bəlkə yenidən gül açar. Why not? Belə, xəstə olsam da burada bir tərəfdən YouTube videomu editləmişəm dünən. Onu qoymuşam paylaşmağa. Görürsüz. Burada videomu editləmişəm. Üzümü medikublayırdım. Burada medikub və kremlərim. Və təbii ki, kofim. Səhər rituallarım. Bir də hardasa bugün 6 gündür artıq hər gün səhər mən limon və zeytun yağı şot içirəm. Xəstə olsam da bunu elədim və bunu şort üçün video çəkmişəm. Sabah alınsa sizin üçün də çəkərəm kameraya. Hər gün səhər bunu edirəm. Artıq bir həftə olacaq. Düzü dərimdə əslində dərim yaxşıdır. Bilmirəm bu onun effektidir yoxsa yox. Xəstələnəndə adətən adamın dərisi pis olur. Səpgilər, qızartılar filan nəsə, amma məndə olmadı. Bilmirəm bu limonla zeytunun təsiridir yoxsa yox. Bir həftədir eləyir. Sabah bir həftə olacaq, amma saxlamağı düşünmürəm. Bir də mən içinə zeytun yağından əlavə linol deyilə bir şey var. Kətan toxumu yağı. Onu əlavə eləyirəm. Sabah göstərərəm onu çəkəndə. Onu da əlavə eləyirəm. Nə bilim. Düşünürəm ki, yəqin ki təsiri var. Sabahlarım sizin üçün də çəkərəm. Belə. Bir də yadınızdadsa demişdim, sap almışam və başqa bir şey toxuyuram. Daha doğrusu o bluzun başqa bir rəngini toxuyuram, boz rəngini. Bu bir qoludur. Bluzun özünü bitirmişəm və bir qolu qalıbdı. Onu davam eləyirəm. Onu bitirəndən sonra parçaları birləşdirəcəm və bluzu bitirəcəm. Bu belə mənim üçün terapiyadır. Axşam oturanda, televizora baxanda, kinoya falan baxanda toxuyuram. Xoşum gəlir. Və artıq bitir, az qalıbdı. Bluzun üst hissəsi hazırdır. İstəyirsinizsə onu göstərim. Mən ayrı-ayrı eləyib daha sonra qalın iynə ilə tikib birləşdirirəm. Elə daha çox xoşuma gəlir. Baxın, özü budur. Bu formada elədim. Əslində qısa eləməyi düşünürdüm. Nəsə qısa eləmədim. Yenə biraz belə uzun fason elədim. Elə bir ki, sinənin altında bitir. Elə formada daha çox xoşuma gəlir. Məsələn, normalda YouTube videolarında bu formadaydı. Belə. Amma mən nəsə uzun elədim, bilmirəm. Bunu da bitirim, göstərərəm istəyirsinizsə. Eyni formada toxuyuram. Əslində çox asaddır.
İlk dəfə kroşaya başlayanlar üçün çox asandır. Ümumiyyətlə fikir verirəm son vloqlarımda hansında toxumaqdan danışmışam. Son zamanlar hobbim bunlardır. Toxumaq, bitkilər. Bitkilərimə baxıram. Bizdə bir dənə də köhnə evdən gətirdiyimiz bitkimiz var. O kuxnadadır. O biraz heyvanlar üçün nisbətən zəhərli deyil, amma nisbətən belə toksik fasondur. Ona görə onu xaladelnikin üstünə qoymuşam. Çünki moçe onu yoxsa dişləyir. Ona sax salmışam, çox gözəl. Solmuş da eləmişdi, ona baxdım, sağaltdım. Xoşuma gəlir, təzə balaca yarpaqları çıxır. Sevinirəm ki, yaxşı baxmışam demək ki. İndi təzə bitkilərimiz gələcək. Onlara da baxacağam, böyüdəcəm. Belə. 14 fevral əslində ikimiz də xəstə olduğumuz üçün heç yerə gedə bilmədik. Əslində Salih həm səhər yeməyi üçün belə deyim, yer bron eləmişdi, həm də restorana bron eləmişdi. Əvvəlcədən danışırdıq ki, hə falan yerə gedərik, belə eləyərik, elə eləyərik, nəysə gedə bilmədik. İkimiz də çox pis xəstə idik deyə. Gedə bilmədik. Evdə keçirtdik. Biz əslində belə xüsusi qeyd eləmirik. Sadəcə yeməyə falan gedirik ya da evdə özümüz yemək eləyirik. Yəni sırf bir gün nəsə qeyd eləmək biraz qəribə gəlir mənə. Onsuz da biz tez-tez harasa belə özümüz gedirik, eləyirik. Amma xəstə olduğum üçün nə idi? Özümə Cəmalətin günü hədiyyə almışam. Gəlsin göstərərəm sizə də. Bu çox belə rəndim oldu. Ağlımda da yox idi nəsə. Amma almaq istədim. Niyə də yox? Belə, indi birazdan dərsim başlayacaq. Dərsə qoşulacağam. Hava da heç yaxşı deyil çöldə. Buradan da çox belə aydın olmur əslində. Bilmirəm, külək var. Məsələn, burada nəsə var, tərpənir. Oradan bilirəm ki, külək var, görürsünüz. Külək var, çox pis nəsə yağır. Heç deyəsən görsənmir yağmağım. Belə. Nəysə, çox danışdım deyəsən. Gedim, biraz dərsimi təkrarlayım. Birazdan dərsə qoşulacağam. Eləlik. 2 hours later. Dərsdən indi çıxmışam. Mən stolda oturmuşdum. Moçi də burada uzanıb yatırdı belə. Divandan duran kimi, biz divanda oturmursa mütləq gəlib divanda uzanacaq. Başını padışkaya qoyacaq. Ağıllı uzanır balam. Hə Moçi? Sən mənim ağıllı balamsan? Meşdandır Moçi, meşdan. Senin canını yiyeyim. Ağıllıdır mənim balam. Çöldə də qar yağır. İnanılmaz qar yağıb, yer bütün qardır. Göstərərəm sizə də. Baxın, yerdə də bütün qar oturub. Belə qar yağır. Yəni 2 saatdır hardasa dayanmadan yağır. Tomorrow. Salam dostlar, bugün biz basketbola gedəcəyik. Mən də hazırlaşmağa başlamışam artıq, makiyajımı eləmişəm. İndi outfitimi sizə göstərmək istəyirəm. Birlikdə hazırlaşacağıq. Gedim paltarlarımı gətirim və geyinək. Belə bir sviterim var. Bunu Pull&Bear'dən almışdım. Daha sonra belə bir jeans shortikim var. Göstərmişdim sizə. Bershka endirimindən almışdım. Bunu geyinməyi düşünürəm. Bir də uzun çəkmələrim var. Onu geyinəcəm. Belə bir look fikirləşmişəm. Hazırlaşım, gəlin. Deməli, geyindim, gəldim. Shortikim belədir. Boyu buradan tam görsənmir. Göstərirəm sizə boyunu da. Baxın, boyu belədir. Və uzun çəkmələr geyinəcəm. Ona görə məncə qəşəng görsənəcək. Bir də rimen taxacağam. İndi onu da sizə göstəreyim. Belə bir rimenim var. Burası belə ovaldır. Bunu taxacağam. Bunu da bu yaxınlarda H&M-dən almışdım. Belə. Yəni, onsa çox görünmür. Sviterimi biraz da içəri sala bilərəm. Bir də çəkmələr. Təbii ki, çəkmələri geyinə bilməyəcəm. Çünki evdə çəkmə geyinmirik. Amma göstərəcəm. Ümumi lookumu da orada video çəksəm ya da şəkil çəksəm qoyaram bura əlavə. Çəkmələrim isə bunlardır. Altı düz. Belə uzun çəkmələr geyinəcəm. Düşünürəm ki, basketbola uyğun bir lookdur. Bu qədər demək olar hazıram. Birazdan çıxacağam. İlk dəfə də basketbola baxmağa gedirik. Berlin və Hamburg oynayacaqmış. Heç bir fikrim yoxdur. Ümid edirəm maraqlı olar. Sadəcə belə aktivite olsun deyə gedirik. Hər həftə özümüzə maraqlı aktivitelər tapmağa çalışırıq. Belə, oradan da görüntülər çəkərəm. Hələlik. Few moments later.
götürmən yenə. Elə telefondan nəsə çəkeyim. Ürəkə maraqlı olar. Birinci dəfə də basketbola baxmağa gedirik. Und da sind wir, liebe Alba-Fans. Heute ist Dienstag, der 17. Februar 2026. Das ist eure Arena, Europa-Arena in Berlin. Das ist für immer ein Kampf, Digga, ich bleib mit. Ich schub mir die Geschichte auf Rap und zu King, aber für dich blieb ich Chance, doch ich... Kenny Hopfen. Paul Hamburg, die 3. Paul Hamburg, die Marrow for sure. Həftə sonu bir sərgiyə getmişdik. Bu sərgi Göbəkli Təpə haqqındaydı. Yəqin ki, məlumatınız var çoxunuzun Göbəkli Təpə haqqında. Ən qədim yaşayış məskənlərindən biridir. Tarixi 12.000 il əvvələ təsadüf eləyir və buranın aşkarlanması, belə deyim, insanlıq tarixini tamamilə dəyişib. Mənim də çox marağım olan bir mövzudur. Nəysə, belə bir sərgi gördük, Berlində təşkil olunur. Biz də bilet alıb gəlmək istədik. Düzü düşünürdük ki, bu vizual şəkillərlə falan olacaq. Ancaq eksponatların çoxu orijinal idi. Yəni bu gördüyünüz şüşə arxasında olanlar orijinal eksponatlar idi. Digərlər açıqlar isə replikalar idi. Çox maraqlı sərgi idi. Düzü Göbəkli Təpəyə getməyi çox istəyirdim. Elə oldu ki, özü Berlinə gələsi oldu və biz də bu sərgidə iştirak etdik. Bəzi belə deyim daş heykəllər falan doğrudan inanılmaz gəlirdi insana. Yəni o dövrə görə çox üst səviyyədə belə deyim heykəltaraşlıq nümunələri var idi və buranı da ilk dəfə əslində Alman arxeoloq kəşf edib 1994-cü ildə və 2018-ci ildə isə UNESCO-nun dünya irsi siyahısına daxil olunubdu. Məncə bura haqqında hələ bilmədiyimiz çox şey var. Ətrafında da başqa ərazilərdə, Karahantepe'də filan da bəzi nümunələr aşkarlanıbdı. Onlar da sərgilənirdi hətta bu sərgidə. Nəysə, bu barədə çox danışmaq olar. Özünüz də araşdıra bilərsiniz. YouTube-da kifayət qədər videolar var. Belə sizin üçün də kadrlar çəkmək istədim. Bu qədər vloqumuz burada sona çatır. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşənədək.